Hər vaxtınız xeyirli olsun əziz dostlar. Səhər saatlarda hər birinizə işlərinizdə uğurlar, müvəffəqiyyətlər arzu edirəm. Canlı yenidən evlərinizin qonağıyıq. MRT İnşaatdan salamlayıram sizi. Və bugün ev tikiriksə onun çöl görünüşünü daha gözəl etmək üçün düşünürük bizə nə lazımdır və təbii ki, söhbət isti ağlaylardan gedir ki, MRT İnşaatda ağlayların bütün növünə rahat şəkildə rast gəlmək mümkündür və elə isə yaxınlaşacağıq. Burada olan bütün ağlaylar haqqında biz sizə tam olaraq ətraflı məlumat verəcəyik ki, harada istifadə etmək olar, necə istifadə etmək olar, necə davamlıdır, görünüşü necədir, bir qədər də sizə müəyyən görüntülü onun əyani olaraq modelini də göstərməyə çalışacaq. Sabahın xeyirli olsun, sənin də salamlayıram və bugün bizim mövzumuz isti ağlaylardır ki, onlardan söhbət açıb tamaşaçılarımıza, dostlarımıza tam olaraq ətraflı məlumat verəcəyik. Danışaq, bax bu gördüyümüz, belə baxanda düşünürük ki, yəni bu tam olaraq bir daş parçasıdır, amma gözəldir, yəni yüngüldür. Bəli. Sən texnologiya inkişaf eləyir, əvvəl belə şeylər həmişə daşdan olur. Daşdan olur. Biz bunu gözümüz açıq belə şeyləri ancaq daşdan görürük. Yəni iki nəfər bu ağırlığı qaldıra bilir. Bəli, çox böyük çəkidə olan şey. İndi hal-hazırda gördüyünüz, yəni bir əldə, bir barmaqla tutulan belə isti ağlaylarımız var. Ölçüsü 50 sm eni, 1 metr 20 sm uzunluğudur. Hər cür çeşidlər var. Yəni üst baxımdan, yəni o çeşid olanda da, yəni qalınlıq dəyişmir. Sadəcə olaraq üstünün rüsumkası, bəzəyi dəyişir. Bəli. Bunun da keyfiyyəti o qədər möhkəm materialdan da elə bir penoplast arxası çox sıxılmış dərəcədə. Yəni preslənmiş, sıxılmış və xüsusi qatqıları olan bir materialdan hazırlanır. Bəli, çox möhkəm bir materialdır. Yanmır. Yəni ən çox belə şeylər istifadə edəndə iç özümüz qalır, hər şey hamımız qorxuruq evlərə müəyyən bir şeylər vuranda istər-istər. Ki müəyyən qısa qapanma nəticəsində yanma baş verir və tez alışma baş verə bilər. Amma bu yanmır. Bu yanma yoxdur. Xarakterasında yazılıbdır. Burada təbii ki, qeyd olunur, mən istəyirəm tamaşaçılara tam olaraq bu barədə məlumat verim ki, əziz dostlar, istənilən rəngdə boyana bilir. Tam rahat şəkildə elastikdir və elektrik keçirmir. Ən əsas amillərdən biri bundan ibarətdir. Yerində kəsilərək uyğunlaşdırmaq mümkündür. Daha sonra kəsmək və forma vermək olduqca asandır. Antibakteriyaldır, bunu düşünmək lazım. İnsan sağlamlığına qəti şəkildə zərəri yoxdur. Bu malların, bu məhsulların ömrü tikdiyiniz binanın ömrü qədər uzundur. Eyni zamanda isti izolyasiyanı çox gözəl saxlayır, səs izolyasiyasını saxlayır, plus 85 dərəcə istiyə və mənfi 50 dərəcə soyuğa davamlıdır, yüngüldür və binaya çox az yük əlavə edir. Yəni ağır olanda biz bilirik ki, bu da binanın bir qədər çəkisini artır, ancaq bunlar yüngül olduğundan çəkisi olduqca azdır. Su keçirməz, nəmə və rütubətə qarşı tam olaraq davamlıdır və eyni zamanda zərbəyə qarşı da davamlıdır. Bax, bu bizim gördüyümüz ağlaylar. Burada təkcə bu variantımız deyil. Burada bizim çox variantımız var ki. Çeşidlərimiz çoxdur. Elə qarşıya gedək, qarşıdan bir qədər arxaya gedək, yenə onsuz da qarşıya getmək imkanımız olacaq. Belə çeşidlərimiz var. Bax, belə çeşidlərimiz də var. Yəni bunun üzəri daş variantında bir qədər coddur. Bunun üzəri isə bir qədər qumlu fasaddır. Qumlu fasad. Bəli, qumlu fasaddır. Çox möhkəm şeydir. Yəni buna bir insan toxuna, əl dəyər, təpik dəyər, top dəyər. Yəni mümkün deyil ki, dağılsın. Qırılması mümkün deyil. Adətən evlər tikilir. Mütəxəssislər var ki, o evlərin nə qədər yük daşıya biləcəyini öncədən planlaşdırırlar, ona uyğun beton tökürlər. Ki, yəni bu ev nə qədər kilo tutacaqdır da, yəni neçə ton ağırlıq tuta bilər. Ona uyğun da daşı kubik vasitəsində tikilir və yaxud da ki, yarıdan hissəsindən və ya pişmiş şərkişdən olur və yaxud da qırmızı kərpicdən istifadə. Tonaj tuta bilsin də, tütdüyümüz bünövrə. Bünövrə nə qədər möhkəm olsa, üzərində daha böyük şəkildə nələrsə olur. Mütəxəssislər daha etibarı, daha şeylər bilir ki, bu evin çəkisi maksimum bu dərəcə. Ondan artıq olsa bu betona ziyanlıq verir. Amma bu göstərdiyimiz bu marka, yəni nə boyda ev olur olsun, yəni istənilən fundamenti zəif də olan evdə olsa, yəni bunun heç bir çəkisi yoxdur ki, yəni orada bu problem yaradır. Amma ağlay, daş ağlaylar təbii ki, hər evə yaramır. Müəyyən evlər var ki, onu götürmə, daşıma qabiliyyəti yoxdur. Elə düzdür, hamı istəyir evi gözəl görsənsin. Vurub bir müddətdən sonra o beton partlayacaqdır əlbəttə ki, çünki o yükə tasarlanmıyor bax o beton. Əlbəttə. Bu istənilən evə, istənilən bir mərtəbə, iki mərtəbə fərq eləmir.